Ağstafa Gənclərov, istəyirəm ki, Coşqun müəllim başlasın. Əvvəla gələn münsiflərə öz təşəkkürümü bildirirəm. Çox sağ olsunlar, öz qızıl vaxtlarını bugünkü finala ayırıblar. Bildiyiniz kimi hər biri öz işində, öz sahəsində mükəmməldilər. O ki, qaldı bugünkü finalımıza, uşaqlar. Vurğunu gözəl. Finalımıza. Bəli, finalımıza. Mən Gəncədə istəyirdim öz münasibətimi bildirim. İndi mən elə gəlir ki, Gəncə də eşidəcək, Ağstafa da eşitsin. Uşaqlar, bayaq Gülşad xanımın sizə dediyi sözləri siz bura təzə gələndə deyirdik ki, halal olsun, o insanda nəsə işıq görürəm, bunda nəsə bir istedad görürəm. Biz təzə başlamırıq, biz finaldayıq. Bugün biz qalibi seçməliyik. Birinci, ikinci yeri, üçüncü yeri təyin eləməliyik. Sizdə bir arxancılıq gördüm, sizdə bir, nə bilim, çox mənasız gəldisin bu oyununuzla. Elə Gəncə özü də yeri gələndə bilirsiniz ki, mən Gəncəni də, Ağstafanı da, Sumqayıtını necə çox istəyirəm. Və sizə münasibətim fərqlidir, başqadır. Axı siz bundan öncə nələr göstərdiniz? Siz bundan qabaq, siz bizi elə təəccübləndirdiniz ki, biz dedik ki, bu insanlar finalda sözün əsl mənasında bizi 2 qat təəccübləndirəcəklər və layiqli bir yer tutacaqlar. Çox belə mənə pis təsir elədi. Bugün biz bayramı yaşamalıyıq, bugün biz finalı yaşamalıyıq, amma elə bir ki, arxancılıq var sizdə də, Gəncədə də. Artıq sonuncu günümüzdür, bugün finaldır. Amma mən bu finalı görmədim, nə Gəncədə, nə sizdə. Keçən dəfə gəldiniz, elə bir şey, elə bir senari ilə çıxış elədiniz ki, həqiqətən mat qaldıq. Çox da əziyyət çəkdik, ürək ağrısından sizi irəli götürdük, o bir komandanı elədik. Amma bir günləri, mən oyununuza bir söz demirəm, amma senariniz mənə bir şey demir. Ona görə... Amma hələ səhnəci idi, hələ videoları da var, dublyajları da var. Biz bu günləri əsas səhnəciyə qiymət veririk. Yox, üçünü də dəyərləndirəcəksiniz. Yox, əsas mənə elə gəlir ki, budur. Səadət xanım da fikir bildirmək istəyir. Kübra xanım, çox sağ olun. Sizin auditoriya, hədəf auditoriya olaraq sanki TikTok-u seçmişsiniz. İstedadlı uşaqlarsınız. Çox istedadlı. Sizə uğurlar arzu eləyirəm. Oyunçuluğunuz gözəldir. Böyük simpatiya yarandı məndə sizin istedadınıza, nəzərə alanda ki, siz hələ aktyor təhsili almırsınız. Bu sizin ilkin öz fəaliyyətinizdir. Təşəkkür edirik. Uğurlar arzu eləyirəm. İstedadlı uşaqlarsınız, daha faydalı kontent seçsəniz, daha məsələn Gəncədə, Gəncənin uşaqlarının təqdimatında bir-iki nəfərdə onların özlərinin də belə eyham vurduğu sünilik var idi, düzdür. Amma onlarda güclü sosial, hətta ictimai mesaj var idi. İctimai mesaj. Burada yoxdur. İnciməyin. Amma gələn dəfə bunları nəzərə alın. ATV telekanalı prezident müşaviri Səadət Məmmədova fikrini bildir. Təşəkkür edirik sizə. Çox sağ olun. Dəniyar müəllim, sizdən də qısa fikrinizi alaq, daha sonra növbəti səhnəcilərimiz davam eləyir. Təşəkkür edirəm. İlk növbədə icazə verin, başda Gənclər və İdman Naziri Fərdi müəllim Qayıbovun, həmçinin bizim kollektivin sizə salamlarını çatdırım. Əleyküm salam, çox sağ olun. Onu qeyd etmək istəyirəm ki, bildiyiniz kimi Gənclər və İdman Nazirliyi ölkəmizdə Gənclər və İdman siyasətini irəli sürür. Bu siyasət çərçivəsində həm idman yarışları, həm gənclər tədbirləri keçirilir. Ən gözəl, ən qabaqcıl tədbirlərimizdən də bu gün birində iştirak edirik. Təşəkkür edirəm. Bu tədbirlərin keçirilməsində bir çox qurumlar, təşkilatlar, federasiyalar bizə dəstək olurlar. Bugün bu şəraiti bizə yaratdıqları, bizlə əməkdaşlıq etdiklərinə görə ATV şirkətinə, sizin ATV ailəsinə təşəkkür eləmək istəyirəm. Başda Azam müəllimə təşəkkür eləmək istəyirik. Bizim gözəl sənətkarlarımıza təşəkkürünü bildirmək istəyirəm ki, Kübra xanım, Coşqun müəllim, Rafael müəllim ki, sizin sayənizdə bu çox maraqlı alınır, keçir. Əsas da bizim bu tədbirin keçirilməsində əsas insanlardan biri də ki, bizim gənclərdir. Gənclərimizi təşəkkür eləmək istəyirəm ki, hər bir sahədə olduğu kimi gənclər bu sahədə də
Azərbaycan gənci çox fəaldır. İncəsənət sahəsində də mənə elə gəlir ki, gələcəkdə burada iştirak edən bu bizim gənclərimiz öz yollarını incəsənətdə davam etdirəcəklər. Çünki mən orada potensiallar düzdürməsin, yalnız da belə bu sənətkarların yanında onu deyə bilmərəm. Çünki mən qeyri-peşəkaram, ancaq ki, mən görürəm, belə də ki, Uğurlar komandaları əsas iradları bildirdilər. Mən o sahəyə biraz varmayacağım, necə deyərlər. Çünki böyük sənətkarlar o sözlərini, öz iradlarını bildilər. Gənclərimiz də ki, gənclər hər bir sahədə bir səhv olur. Yəqin ki, gələcəkdə o səhvlərin üstündə işləyəcəklər. Uğurlar sizə. Təşəkkür edirik Dəmiyar müəllim. Çox sağ olun. Buyurun Gülşad xanım. Yaxşı gəldiniz, yaxşı başladınız, çox gözəl başladınız. Amma sonra qırıqlıq oldu. Qırıqlıq nədə oldu? Hər kəsən sadəcə öz rolunu oynayırdı. Baxın, mənim ssenari ilə işim yoxdur desəm, biraz düz çıxmaz. Yəni, məni də qane eləmədi haradasa. Bizə fikir bağlılığı yox idi. Oyun tərzinə qalanda, burada qıraqda heç bir, məsəl üçün, belə aktyor deyək də, at öz rolunu ifa eləyirdi sonacan. Hətta mən qayətim ki, indi bütün otları yiyib qutaracaq. Necə aludə olmuşdu öz işinə. Və bu oğlan, belə, məsələn, oynayanda deyirdim ki, çox potensial var bunda, komik ola bilər. Sonra bu qızın özü, sizin özünüz o qədər gözəl ifa eləyirsə, o oğlanın özü çox yaxşı, aktyor oyunu yaxşı idi. Amma oyunun özündə də, bilmirəm, məqsədli surətdə bunu eləyirdiniz. Yəni, məqsəd qoyulmuşdur ki, belə olsun. Bir qırıqlıq, belə, yəni bir-birinizi elə bir duymamağınız var idi. Ona görə, yəni, bizə iradları ona görə deyirik ki, baxın, ən pis əsərdə heç vaxt aktyor özünü yaxşı göstərə bilməz. Ən qüdrətli aktyor heç nə eləyə bilməz. Ona görə həmişə klassikləri götürürlər ki, aktyor orada özünü göstərə bilsin. Bu baxımdan biz sizə bu iradları bildiririk, ruhdan düşmək lazımdır. Gələk qüsurları deyə təmizlənsin, bir yola düşə bilərsiniz. Çox sağ olun Gülşad xanım, çox sağ olun. Dostlar, uğurlar.